Deməli, A kiçikdir mənfi B kiçikdir 0. Həqiqi ədədlər üçün modulda açıq B-miz, çıxılsın modulda A-mız, üstəgəl modulda A üstəgəl B. Ümumiyyətlə, modullu ifadələrin açılmasında bir neçə variantdan istifadə edə bilərsiniz. Yəni, daha doğrusu iki variantı təklif edirəm. Bir, tutaq ki, siz modulu açmağı bilirsiniz. Lakin cüzi çaşqınlıq yaranır, tutaq ki. Biz ədədlərdən istifadə edə bilərik və bu bacarığı da yiyələnmək lazımdır bəzən. Həm variantlarda həmin ədədləri qoymaq olar, həm misalın özündə. Bu çıxış yolu. Deyək ki, mən biraz ilişdik, orada tələsdim. Məsələn, A mənfi B-dən kiçikdir nə deməkdir? Sıfırdan da balaca olacaq. A mənfidirsə, tutaq ki, mənfi 9. Məsələn, mənfi 3 yazaq. Mənfi 3 yazdıq, çox böyük yazmayaq. Tamam, tutaq ki, B-yə biz nə yaza bilərik? Əslində mənfi B sıfırdan balaca olmalıdır. B-miz təbii ki, sıfırdan böyük olmalıdır. Yəni, mən B-yə normal bir 5 yaza bilərəm. Məsələn, 5 yazdım. 5-i bura qoyanda zaten mənfi 5 olur, mənfi 5 sıfırdan kiçik olur. Və bu formada aparıb mənfi 3-ü B-miz 5 olduğuna görə, məsələn, bəzən çaşırlar, elə bilirlər ki, yəni mənfi B-miz 5-ə bərabərdir, belə götürək. Deməli, mənfi B-miz mənfi 5-ə bərabərdir. Yəni, biz burada B-nin yerinə sadəcə olaraq nə qoyacağıq? 5 qoyacağıq. Harada B görsək, yerinə 5 qoyacağıq. Və bu zaman siz açılışı rahat şəkildə görəcəksiniz. Yəni, məsəl üçün, mənfi 3-ü bura qoyduq, mənfi 3-ü bura qoyduq, üstə gəl, B-nin yerinə şərtləşdik 5 qoyacağıq və hesablayacağıq. Buradan 8 alacaq birincidən, ikincidən 3 çıxacaq, üçüncüdən 2 çıxacaq və bəs bundan sonra nə edəcəksiniz? Məsələn, 7 alandan sonra. Variantlarda təbii ki, A-ya 3 qoymusunuzsa, mənfi 3 qoymusunuzsa, Müəllim, bəli, axı mənfi 5 mənfi 3-dən böyük olmuş olmur ki, orada tamam. B-yə 5 qoysa. Tamam, gəlin belə baxaq. Məsələn, bura diqqət edin. Mən mənfi B-yə sıfırdan kiçik götürdümmü? Götürdüm. Biz hər tərəfi mənfi 1-ə vursaq, bərabərlik işarəsini əksinə dəyişirmi? Dəyişir. Deməli, B sıfırdan böyük olur. Yəni, B-nin yerinə siz 5 qoysaz nə görürsünüz? Gəlin bura bax. A-nın yerinə mənfi 3 qoymuşam, kiçikdir. B-nin yerinə nə qoyum? Mənfi çöldə qalır. Mənfidən işimiz yoxdur. Mənfiyə fikir verməyin. B-nin yerinə 5 qoysaq, mənfi 3 mənfi 5-dən kiçik olmadı. Biz bura sadəcə demək ki, biraz böyük ədəddə, məsələn, mənfi 30 qoyaq. Mənfi 30 mənfi 5-dən kiçikdir. Yəni, bu cəhətdən düz gəlir. İndi amma burada səhvə yol verdik də. Çünki mənfi 3 mənfi 5-dən kiçik olmaz axı. 30 qoya bilərik. Mənfi 30 mənfi 5-dən daha solda yerləşir. Aha, yəni indi belə düzəlir. Belə bir formada düzəlir. Yəni, demək istədiyim nədir? Biz bu yoldan istifadə edib hesablamanı apara bilərik. Hesablamanı apara bilərik. Oldu mu? Və cavabı tapandan sonra variantlarda da qoya bilərik. İndi mən mənfi 3-də mənfi 6 qoyuyorum. Yəni, çox böyük hesablamalar istəmirsinizsə, təbii ki, sadəcə olaraq biraz balaca ədədlərdən gedə bilərsiniz. Məsələn, 35 qoy bunu yazaq. 35, buradan 30, buradan da üstə gəl 25 əldə elədik. Və burada bizim cavabımız 30-u verdi. Məsələn, tutaq ki, A variantında 30. Mən məsəl üçün A-nın yerinə nə yazacaqdım? Mənfi 30. Onda tutaq ki, A variantı alınır da, tutaq ki. Amma digərlərini də yoxlamalısınız. Yəni, bu yolda mütləq digərlərini də yoxlamalısınız ki, birdən eyni 2 cavab ala bilərsiniz. Eyni 2 cavab alan təbii ki, təsadüfən baş vermiş olur. Bəs indi qayıdaq bu misalın gerçəkdən həlli necə olacaq? Yəni, qiymət qoymadan biz həllini yazmağa çalışırıq. Bunu təmiz götürə bilsək, gəlin belə eləyək. Buranı silək. Üstündəki ədədləri silək. Silək. Tamam. Amma B-nin, siz diqqətli olun, B-nin qiyməti 5 olanda o mənfi 5-i verir orada. Mənfi 5-i verir. Qoy elə bu ədədlər qalmış. Bəli. B elə bil ki, mənfi 5 qoyanda, mənfi 5 götürəndə, modulda açıq B olanda B-ni mənfi 5 götürmür ya. B-ni mənfi 5 yox. B-ni 5 götür. Məsələn, tutaq ki, mən A-nı nə dedim? A-nı tutaq ki, mənfi 30 götürdük. Lap mənfi 6 götürün. Əsas odur ki, B-nin yerinə müsbət 5 qoymalısınız. Yerinə qoyun görəcəksiniz. Müsbət 5 götürəndə, məsələn, mənfi 30 minus 5 olur onda. Hə, təbii ki, əgər biz bu şərtə düz gəldisə, şərtə uyğun gəldisə,
Bayaqları mən 30 götürmüşdüm də. Bəlkə 30 üstündə yazmışam deyə 30-dan gedək. 30 götürəndə siz yerinə qoyanda birinci burada düz gəlir. Əgər burada düz gəlirsə, bunu necə yoxlayırsınız? Sadəcə yerinə yazırsınız, A-nın yerinə -30. Kiçikdir. B-nin yerinə 5 yazanda axı qarşısında mənfini özlərindən veriblər. Deməli, -30 kiçikdir, -5 ödədi. Bu da kiçikdir 0. O demir ki, 5 0-dan kiçik olacaq. Yəni, o cümləni işlətmir ki, 5 0-dan kiçik olmalıdır. Sizə deyəsiz ki, biz niyə B-yə müsbət qoyuruq? Aydın, -5 0-dan kiçik olmalıdır. Yəni, sən B-nin yerinə 5 yazanda avtomatik olaraq -5 alınır orada və -5 0-dan kiçik olmuş olur. Bir də bərabərsizlik dedim axı. Bərabərsizliyin qaydası nədir? -B-dirsə, 0-dan balacadırsa, hər tərəfi -1-ə vuranda 5 0-dan böyüyə dönüşmüş olur. Bax, bunu yadda saxlamaq lazımdır. Bundan sonra, indi biz bunu qiymət qoymadan necə çözə bilərik, onu qısaca deyim tez. Baxın, əgər biz qiymət qoymadan eləmək istəyiriksə, nəzərə almalıyıq ki, A daha solda yerləşəndir. Yox, bunu mütləq bilməlisiniz də siz. Yoxsa, məsələn, A ilə B-nin fərqi yazılıb modulun içində. A-mız heç olmasa belə düşünməlisiniz, daha solda yerləşən bir ədəddir. B-miz isə müsbət ədəddir. Məsələn, mənfi ədəd çıxılsın müsbət ədəd. Mənfi çıxılsın müsbət və yaxud da burada çaşırsınızsa -30 çıxılsın 5 kimi yanaşacaqsınız, görəcəksiniz mənfi eləyir. Mənfi eləyən kimi yerini dəyişib yaza bilirsiniz. Ya da qarşısına mənfi qoyub moduldan qurtulurdunuz. İndi burada modulda A var. Modulda A mənfi ədəd olduğunu bilirik. Mənfi ədəd olduğuna görə bu işarəsini dəyişir, müsbət A olur. Keçirik bu ifadəyə. Bu ifadəni əslində buradan da görmək olur. Yəni, biz əgər B-ni A-nın yanına keçirsək, üstə gələ çevrilmiş olur. Amma sağ tərəfdə 0 qalır. 0-dan kiçik. Deməli, A üstə gələ B mənfidir. Bunu ədəd qoymadan da görə bilirsiniz. Əgər cəmi mənfidirsə, qarşısına mənfi qoyub bunu mörtəzədə yazırsınız. Mörtəzəni açanda hər ikisi mənfiyə çevrilir və burada B-lərin getdiyini görürük, A-ların getdiyini görürük və bayaqları A variantında aldığımız mənfanı təkrar ala bilirik. Yəni, əslində yolla da gedəndə ədəddən istifadə edə bilərsiniz ki, çaşmayasınız, dəqiq biləsiniz. O ədəd ödəyir, ödəmir. Yaxşı. Tamam, suallara keçək. Suallarda hansı suallar varsa verin. Müəllim, MHM-də test 3-ə baxa bilərik. Bu təzə test 30-sunda da, düzdürmü? MHM, bəli. Miqə giriş deyil. Tamam, bir dəqiqə baxaq görək. MHM-in test 3. Test 7-yə getdim. Test 3-ün üçüncüsü. Səhv eləmədim ki. Test 3-ün üçüncüsündə deyir ki, 300 ilə 400 arasında yerləşən ədəddən... Xeyr, müəllim, elə deyil. Mən natur ədədə baxdım. Pardon. Buyur, oraya gəlmişəm. Bir dəqiqə. Mən gör, natur ədəd. Necə mövzunu açmış. Deməli... Burada test 3-ün üçüncüsü. Burada ədəd oxu üzərində odur da, doğrudur. Bəli. Tamam. Deməli, ədəd oxu üzərində -3 ədədindən K vahiddən kiçik məsafədə yerləşən. Baxın, sadəcə belə bir ədəd oxu çəkirəm. -3-ü Mənim sağdan da soldan nəzərdə tutur da, elə deyil. Həm sağ, həm sol. Təbii ki. -3 deyək ki... Mən oradan götürdüm. Hı-hı. Bizə orada boş qalan 0, 1, 2, 3, yox, bir dəqiqə. Onlar boş qalır. Bir dəqiqə. Axı K vahiddən kiçik məsafə deyir. Kiçik məsafələr harda yerləşir? 5 vahiddən kiçik. Ortada qalan məsafə. Bəli. Demək ki... Olacaq 2, -8 ortada. Hə, tamam. Yəni, hələ ki, K vahid məsafəni burada yazaq. Bura olur... Mənfi K plus 3-dür. Bəli, K -3 olur da bura. Düzdürmü? -3-ün üstünə K gələndə. Mənfi K minus 3. İndi bu tərəfə baxsaq, yəni K vahid məsafə olsun deyir. K vahid məsafə olanda təbii ki, -K çıxılsın 3 yaza bilirik. Yəni, əslində... Burada mənfi müsbət. Necə? Burada mənfi müsbətdə eyni simmetriyada olanlar mənfi müsbətlər toplanıb gedir. O aralığı tapmaq lazım. K minus 3-ün əksi bu tərəfdə mənfi K plus 3-dür. Onlar bir-birinə gedir. Mənfi K minus 3 ilə mənfi K plus 3-ün aralığını tapırıq. Belə deyil. Bəli, orada deyir ki, həmin məsafədə yerləşən tam ədədlərin cəmi -69-dur. Məsələn, mən bir dənə bir şey deyim sizə.
Tutaq ki, mən bu məsələni çözə bilmirəm. Belə düşünürəm. Öncə bir nümunə qoyuram. Məsələn, tutaq ki, 5 vahid məsafə fikirləşirəm. Görüm nə olacaq. 5 vahid məsafəyə gedəndə 5 vahid təbii ki, ondan kiçik olacaq, amma hələlik belə yazıram. 5 vahid məsafə deyəndə bura gəlir düşür 2-yə. Demək, bunun arasında 1 var, bundan kiçik tam ədədlər 1 var, 0 var, nəsə -1, -2 var. Doğrudur. Bura -2 olsun. Tamam. Sonra fikirləşirəm ki, bu 3-dən, -3-dən sola doğru 5 vahid məsafə gedək. 5 vahid məsafə olsun. 5 vahid məsafədirsə, demək bu -8-də olmalıdır ki, -8-in üstünə 5 gəl. Və burada da ədədləri görürük. Yəni, burada biz əslində ədədlər arasında fərqi hiss edirik. Yəni, məsələn, -8 var, 2 var. Fikir verin. Yəni, müsbət 2-dən -2-yə kimi hamısı bir-birini götürür. Məsələn, orada mənfilər yaranır. Burada tutaq ki, -69 deyilən bir deyir ki, şey yaranır. Özü deyir bir dəqiqə. Tam ədədlərin cəmi -69-dur. Onda belə çıxır ki, K-3 modulca kiçik olmalıdır nədən? Hələ bunu elə belə deyirəm. Yəni, modulca nədən kiçik olmalıdır? -K-3-dən də. Nədən? Çünki burada məsələn -8-dirsə, burada məsələn 2-dirsə, indi -8-dən bu tərəfə doğru gedək də, ondan kiçik ədədləri deyildi. Ondan kiçik ədədləri də biz -7-nə götürək. Məsələn, -7 səbəb nədir? Çünki müsbət 2-dən -2-yə kimi hamısı bir-birini götürsün. Orada qalsın -3, -4, -5. Məsələn, onların cəmi -69-u versin. Onların cəmi nəyi versin? -69-u. Hətta belə də fikirləşmək olar. Məsələn, tutaq ki, biz ardıcıl tam ədədlər var. Tutaq ki, natural ədədlərin cəmi 69-u nə vaxt verər? Hansı ardıcıl 1-dən başlayaraq, məsələn, indi burada -3-dür də, düzdürmü? -3-dən solda nə baş verəcək? Məsələn, -4 olacaq. Sonra nə gələcək? -5 gələcək. Və bunların hamısının cəmi neçəyə kimi gələcəksə, məsələn, əslində -K-3-dən bir vahid qabağa doğru gələcək. Üstünə 1 gəlsək nəyi verəcək? -K-3-ün üstünə 1 gəlsək, -K-2 olacaq. Bura qədər, bu da tam ədəddir. Bura qədər hamısını toplayanda bizə verməlidir nəyi? -69-u. Biz buradan K-nı tapa bilərikmi? -4, -5 bu formada gedir. -K-2-ni də toplayırıq, eləyir -69. Kim deyər? Burada biz K-nı necə daha tez tapa bilərik? Ədədi silsilədir elədir ki. Ədədi silsilədən necə tapa bilərik? Cəmi birinci ilə sonuncun cəmi bölünsün. -4. Bəli, -4 üstə gəl. Bu ədəd A1 üstə gəl A-in böl 2 vur n yazmalıyıq da. N-i bilirik. N-i də sayında axırıncından birincini çıxıb böləcək neçə gedirsə +1. Aha, bunu kim yazır? Yazan var? Mən yazmışam. Hə, necə eləyəcək? Mən K-3 sonra -K-2, -K-1 elə bir -K+3-ə qədər yazıb cəmini tapıb 69-u, -69-a bərabər yazmışdım. -4-lə, -5-lə deyil, ədədlərlə K-larla getmişdim. Tam doğrudur. K-lardan getmək daha doğrudur. K-lardan da getmək doğrudur. Belə də getmək olar. Amma məsəl üçün, indi burada sayı da tapanda sondan əvvəli çıxırıq. Məsələn, tutaq ki, bu uzun yol olsun biraz, eləmiş olar. -K-2-dən birinci ədədi çıxırıq. Məsələn, mən olsam burada mənfiləri fikir vermərəm. Necə fikir vermərəm? Məsələn, mənə şey lazımdır da, K-nın qiyməti. Doğrudurmu? Mən məsəl üçün hamısını müsbət kimi götürərəm. 4, 5. Orada da ki, hamısı -1-ə vururam da. K üstə gəl 2-yə qədər gedərəm ki, mənfilər məni çaşdırmasın. Yəni, əslində işləyəndə buna diqqət eləmək olar. Məsəl üçün, deyək ki, indi sizin dediyiniz yol aydındırsa kiməsə, demək, buna ehtiyac yox təzdən deyim. Məsələn, tutaq ki, mənə yazmışam, gəlmişəm 4 üstə gəl 5, üstə gəl 3 nöqtə, üstə gəl, bunu da mənfiyə vuranda K üstə gəl 2 oldu. Heç bunu mörtəzəyə də yazmaq ehtiyac yoxdur, amma yazdım. Tamam, bərabər 69 və mən burada K-nı tapmaq istəyirəm, tutaq ki. Fikirləşirəm ki, K görən neçədir. Və burada da tutaq ki, götürdük cəm düsturunu, 4 üstə gəl, K üstə gəl 2. Burada mənfilərlə işləmədiyimə görə çox bizi narahat eləmir.
Böl 2'yi vurulsun say. Say da bilirsiniz ki sondan əvvəli çıxdı. K üstü 2-dən 4'ü çıxdı. K üstü 2-dən 4'ü çıxanda K çıxı 2 olur. Sondan əvvəli çıxdı. Aradakı fərqə böldük. Üstünə 1 gəlirdik. Əgər yadınıza düşürsə. Sondan əvvəli çıxdı. Hansı ki K çıxı 2 elədi. Aradakı fərq 1'dir. Üstünə də 1 gələndə burada K çıxı 1 alınır. Üstünə də 1 gələndə K çıxı 1'ə vurduq. Bərabər 69. Və buradan da məsələni çözməyə çalışacağıq. Məsəl üçün burada 6 2-ni o tərəfə vurub, yəni bundan sonra özünüz bunu həll edib tapa bilərsiniz. Bir bu yola baxa bilərsiniz, məsələn, uzun yoldan. Bir də tutaq ki, bayaqları müəlliməmizin dediyi kimi K-lardan işləyə bilərsiniz. K-lardan işləyə bilərsiniz. İndi baxarsınız, görün alınırsa K-lardan işləyin. Çox ədəd olmayacaq orada zaten. Cavablar da elə 9, 10, 13, 11, 12'dir. Yəni baxarsınız, görün ala bilirsinizsə, alın. Ala bilməsəniz təzədən səsli şəkildə deyərəm. Sonra hansına baxaq? Müəllim test 5-də 7-yə baxaq. Test 5, 7-ci sual. Test 4. Deməli, test 5. 5-ci sualda deməli 7. Müəllim, mən orada mənalı edən. 16 çıxılsın m kvadratın böyükdür 0 götürürəm. Sonra m-in Niyə qiymətlərini böyükdür? qoyanda Kökə görə, bəli. məxrəcdə. Bəli, məxrəcə kök gördüm. Deməli, 0 da ola bilməz. Bu ifadəni mənalı edən qiymətlər deyir. Təbii ki, 16 çıx m kvadratı böyükdür 0 olacaq. M kvadratı kiçikdir 16 olacaq. Burada da m-in qiymətləri həmişə mənfi 4 ilə 4 arası. 4 arası olacaq. Müəllim, o aralıqda da modulların içinə qoyanda qiyməti olmaz. Dediyi qiymətlərin sayını Baxaq. 5 çıx m üstə gəl 2m çıx 9. Məsələn, deyir ki, bu m-lər üçün ifadənin ala biləcəyi tam qiymətlərin sayını. Tamam, ifadənin ala biləcəyi tam qiymətlərin sayı mənfi 4 ilə 4 arasında. İndi biz burada tam qiymətlər dediyinə görə diqqətli olacağıq. İfadənin tam qiymətləri olacaq. Burada m-lər üçün heç bir məhdudiyyət yoxdur. Məsələn, mənfi 4 ilə 4-ün arasında birinci modul necə açıla bilər? Modul mənfi çıxacaq. Yəni dərki 4 çıxılsın olacaq. M kimi olacaq. İkinci modulda olduğu kimi açılmalıdır. Olduğu kimi. Buna atanda üstə gəlmə olur. Üçüncü modulda məsəl üçün O da elə mən. bəli, o da mənfi elədiyinə görə 9 çıxılsın 2m kimi açılacaq. Mənfi elədiyinə görə. Burada baxaq, bunlardan bunun getdiyini görürük. Nəticədə cavabın 13 mənfi 1 8 çıxılsın 2m olduğunu tapdıq. Tamam. Bu ifadə, yəni bu aralıqda buna bərabər bir şeydir. İndi bunun ala biləcəyi tam qiymətlərin sayı deyir. Biz burada nə fikirləşməliyik? Əgər m-mız, baxın, mənfi 4-dən 4-ün arasındadırsa, biz bunu 2m-ya vursaq və yaxud da mənfi 2m-ya vursaq, mənfi 2-yə vuraq da elə. Mənfi 2-yə vursaq, ki, sağ sola keçəcək, sol sağa keçəcək. Yəni, məsələn, bu 4-ü biz mənfi 2-yə vurub burada yazacağıq. Bu birisi 4-ü və sonra hər tərəfə 8 əlavə eləməliyik. 8 əlavə eləsək, məsələn, biz bunu Müəllim, mən eləmirik. orada m-in yerinə mənfi 4 ilə 4 arası verirdim. Gördüm neçə qiymət alınır. Belə daha indi yadıma düşdü, bildim. Bəli, bu cür yol əslində ən elmi yoldur da, yəni doğru yoldur və bu bəzən bizi unuduruq bu şeyi. Məsələn, m mənfi 4-dən 4-ün arası yuxarıda yazdığım kimi yazırıq. Amma bunu belə yazıb sonra mənfi 2-yə vurub üstünə də 8 gələndən sonra 0-16-nın arasındakı bütün tam ədədləri götürəcəksiniz. Qəşəng sualdır. Yəni bu cür sualı, bəli, şapka çıxartma olar da, yəni bu cür suallar lazımdır ki, biz 15 ədədini tapdıq, cavab 15 tam qiymətlərin sayı. Burada biraz diqqətli olun ki, mənfi 4 daxildirmi, daxil deyilmi, müsbət 4 daxildir, daxil deyilmi? Burada məxrəc olduğuna görə biz böyükdür, bərabərdir 0 yazmalıyıq. Müəllim, 11-ə də baxaq. 10-la 11 idi, 11 doğru çıxmır. Baxaq. Deməli, m ədədinin qiymətli hissəsi, deməli bir m ədədi var. Bunun qiymətli hissəsi 4k/7-dir. Deməli, m ədədinin qiymətli hissəsi, buraya yazın qiymətli hissə. Tamam. Bu bizim olsun
birinci verilənimiz. Tərtib. Tərtibi M ədədinin tərtibi də T yazaq. Qısaca baxaq görək nə verir. 2K. 2K. Deyir, K-nın ala biləcəyi qiymətlərin cəmi. Demək, K-lar nəsə ala bilər. Biz birinci ədədin qiymətli hissəsi və tərtibi haqqında məlumat verək ki, necə olacaq. Biz ədədin qiymətli hissəsi qabaqda yazılırdı, yadınıza gəlirsə, keçənlər. Tərtibdə 10 üstü. Onun üstündə tərtibi də 2K-nı bura qoyduq. Demək, Mən buradan 4 çıxılsın 7 1 ilə 10 arasında olur da, hə? Təbii 1 daxildə 10 daxil 4 deyil. çıxılsın 7 böyük bərabərdir 1, kiçikdir 10, tərtib budur. Qaydaya görə 2K-mız da olmalıdır tam ədəd. Yəni, mənfi də ola bilər, müsbət də ola bilər. Tamam. İndi bizdən soruşduğu şeydə əvvəlcə biz bunu 4K-nı buradan tapaq. 4K 17 bura, 8 bura, 2-yə böl 2 alındı bu tərəf. Bu tərəfdə də 17 böl 4. 4 tam 4də 1. 4 tam %25. Səhv eləmədiksə belə bir şey olur. Tamam. İndi o xırdası çox önəmli deyil bizim üçün. Tamam. K-nın 2-dən 4 tam %25-in arasında tam ədədlər olacağını düşünsək, K-mıza nə verəcəyik? 2 verəcəyik. K-ya nə verəcəyik? 3 verəcəyik. K-ya nə verəcəyik? 4 verəcəyik. Hə, burada bir dənə diqqət edin. Məsələn, K-nın tam ədəd, baxın, bir də fikirləşək də, yəni ən azından biraz fikirləşək ki, K-nın məsəl üçün 2də 1 olması da mümkündür. Baxın, bu da çox önəmlidir. Səhvimiz burada ola bilər. Məsəl üçün, deyək ki, K-nın 2də 1 olması halında onun üstü tam ədəd alınır. Fikir verirsiniz? Mən 2də 1 yox, 2,5 olsa. Təbii Çünki ki. 2-dən böyük. Mən məsələn deyirəm də. Məsələn, K 2də 1 olsa tam ədəd alınır. Demək, K-nı tam ədəd kimi fikirləşmək Bəli, indi də olur. Bəli, K-nı tam ədəd kimi fikirləşəndə yanlışımız olur. Demək, biz burada 2,5, 3,5 götürə bilərik. bəli, bəlkə biz belə eləyək. Hər tərəfi 2-yə vuraq. Burada 2K-ya vuraq. Aha. Tam ədəd olması üçün. Buranı 4 alaq. Burada da 2 dəfə artırsa 8 tam onda 5. Düzdürmü? Tamam. İndi 2K-nın cavabları bizə, amma düzdür, K-nın cavablarını istəyir. Amma məsələn 2K özü nə ola bilər? 2K özü 5 ola bilər. 4, 5, 6, 7, 8. 6, 7, 8 ola bilər. Mənim 4 də olar. 4'ü yazmadım. 2K 4. Evet. Tamam 4. Baxın, indi 2-yə böləndə bunu alırıq. 2-yə böləndə bunu alırıq. 2-yə böləndə 8-i 2-yə böləndə bunu alırıq. Yəni burada kim Bir qaldı? də 2,5 və 3,5. Bəli, 7-dən 5-i artıq gördük. Təbii ki, K-ları tapmaq üçün 5-i 2-yə böləcəm. 2,5 1 alacam. Burada yazıram. 2,5 1 alacam. Bir də 7-ni 2-yə böləndə 3,5 1 alacam. Deməli, bunlarda da düz gələcək. Yəni elə də 15 çıxır. Bəli. Ona fikir vermək lazımdır. 2K məsələsi tərtib çox önəmlidir. Yəni orada K-nı tam ədəd vermədiyinə görə, K-nı tam ədəd versəydi, bəli, 2, 3, 4-də qutaracaq. Bax, belə xırdalı nüanslar var, ona diqqət edəcək. Bəli, düzdür. Sonra, bu yaxşı sualdır, yəni çaşdırıcı, burada məqam olur. Mənim Bu test altı testdə 16. bir də baxaq. Hə, bir deyək. Test 6-da 16-ya baxaq. Test Hə. 6. Dəqiqə, test 6. 16. Hə, A və B tam ədədlər üçün o misaldır yəqin ki. Deməli 16-da deyir ki, A və B tam ədədlərdir. A-mız tam ədəd, B-miz tam ədəd. Bunu özü verib. Bu bizə lazım olacaq. 3 kökdə 3-dür, A qıraqdadır. Deməli kökdə 3B var. Yenə B qıraqdadır. Üstə gəl 40. Üstə gəl 40. Bərabərdir. 3A çıxılsın B verildir. Bizdən də A vur B-ni, bu tam ədədlərin hasilini soruşur. Tamam. Burada da oldu. Yəni, burada irrasionalları 0 götürməliyik, elə deyil. Axı, irrasional kökdə 3-dür bizə. A kökün altında verilməyib axı. A tam ədəd olduğu üçün ona vurulanda yenə irrasional olacaq. Tamam, Bunlar tam alınmayacaq. Bəli. Deməli, onda A da 0 olmalıdır, B də 0 olmalıdır. Yox, necə ola bilər? Xeyr, kök altda 3, A üstə kök altda 3, B 0-a bərabər olmalıdır. İkisi bir yerdir. Bəli, o doğrudur. O doğrudur. Deməli, kökdə 3A üstə gəl kökdə 3B 0 olmalıdır. Niyə? Yoxsa kök itməyəcək.
Kök itməyəcək. Məsələn, burada niyə kök itməməsi bizim niyə narahat edir ki? Baxın, sağ tərəf 3 açıq B-dir. Tam ədəddən tam ədəd çıxanda bura tam ədəd edəcək. Burada da tam ədəd var. Burada da tam ədəd var. Bu ifadə də tam ədəd olmalıdır ki, tamın üstünə tam gələk, tamı versin. Çünki rasional ədədlər üzərində əməllər bizə rasionalları verirdi. Burada da bizim kökdən qurtulmamız lazımdır. Kökdən qurtulmanın bir yolu A da B də 0 olmalıdır. Lakin bunun digər A da B də 0 olsa bərabərlik düz gəlmir. Demək A, B 0 ola bilməz, toplamı 0 olar. İrrasional ədəddən irrasional ədədin cəmi 0 ola bilir. Çünki biz demişdik, irrasional ədəddən irrasional ədədin cəmi, fərqi, hasili nisbəti həm rasional, həm də irrasional ola bilər. Bunu biləndən sonra bu misal hazırdır. Kökdə üstləri atın, A bərabərdir -B yazın. A bərabərdir -B yazanda buranı atırıb, bəli, ondan sonra alırsınız. Yaxşı. Orada daha özünüz yerinə qoyub A-nı, B-ni tapa bilərsiniz. Tamam, sonrasına baxaq. Test 7-də 5. Tamam, test 7-də 5. M çıxılsın Yəni olan. 5-də yerinə qoyuram, amma kök altında alınır deyə tapa bilmirəm. Baxaq. Deməli, M bərabərdir 10 çıxılsın 2 kökdə 10 verilibdir. N da deyəsən bu işarə nədir? Kəsir hissədir, tam hissə, kəsir hissə. Tamam. M-nın kəsir hissəsinə bərabərdir deyir. Kök altında N çıxılsın M bölünsün kök altında 10 ifadəsinin qiymətini tapın. Düzdür, orada da yazır kəsir hissədir. Tamam. Test 7-də 5-ci sual. Gəlin fikirləşək. Birincisi M 10 çıxılsın 2 kökdə 10-dur. Əgər biz bunun kəsir hissəsini tapsaq, kəsir hissəsini M-in tapanda özündən tamı çıxacaq. həm elə tapa bilirdik, həm də sizə demişdim də, -2 kökdə 10-dursa, məsəl üçün bu 0-dan 1-in arasında olmalıdır. Məsələn, bunu kökə salsaq, 4 vur 10, 40 elədir. Kök adda, mənfi kök adda 40. Biz kök adda 40-dan təxminən 6 tam nə qədər çıxır da? Deməli, bura 7 yazmalıyıq. 7 çıxılsın kök adda 10. Yəni, kəsir hissə bu olacaq. Deməli, M ədədinin kəsir hissəsi budur. İstəyirsiniz ədədin özündən tamını çıxın, İstəyirsiniz birbaşa kökün özündən gedin. Əgər məsələn 10 üstəgəl, 10 çıxılsın, 100 çıxılsın, yəni belə ədədlər veriləndə rasional ədəddən veriləndə belə edirik. İstənilən rasional ədəddən veriləndə belə edirik. Tamam, 7 çıxılsın kökdə 10-u tapdıq. Bizdən soruşdur ki, bu necə? 7 çıxı 2 kökdə 10 olmaz. Hə, 2-ni yazmaq yadımdan çıxıb ki. 2. Burada qələmə görə 7 çıxılsın 2 kökdə 10. Bəli, 7 çıxılsın 2 kökdə 10. Ya da elə kökdə 40 yaza bilərdik. Tamam, indi bundan sonra biz nə edirik? Bundan sonra bizə deyir ki, məsələn, kökdə n. Kökdə n nə deməkdir? Əslində bizim aldığımız n budur da. Onda belə çıxır ki, bunu kökə salan kimi, bəli, kökdə bunu da yazmalıyıq. Burada bir qayda öyrənək. Bu qayda bizə... Hə, bu həmişə belə olacaq. Baxın, bunu bir yerə yazın. Tutaq ki, A üst plus minus 2 kökdə B yazılıbsa, burada müxtəsər vurma düsturudur. Onun birləşmiş halıdır. Biz burada belə fikirləşəcəyik. Buna nə ilə nəyi vuranda B-ni verər və həmin ədədləri toplayanda A-nı verər. Əgər bunu tapdıqsa, M və N, biz burada cavaba kök altda M, üstəgəl yaxud da çıx, kök altda N deyəcəyik. Bizcə şərtdən M N-dan böyük olsun. Ya da bunu modulda yazıram ki, yəni səhv olmasın. Demək, bu 2-ni görməlisiniz. 2 yoxdursa 2-ni yaratmalısınız. 2-dən başqa nə varsa kökün altına salmalısınız. Bu qaydanı biləndən sonra, məsələn, 2-ni 5-ə vuranda 10-u verirsə, 2-dən 5-in cəmi də 7-ni verirsə, demək, o qaydanı tətbiq edirsiniz, bərabər olacaq. Böyükdən kiçiyə çıxsaz, heç modula zada ehtiyac yoxdur. Kökdə 5 çıxılsın, kökdə 2. Bu. Deməli, onda qədəri qalanını eləyə bilərəm. Hə, bəli. Demək, əsas məsələ bunu çox yaxşı öyrənin. Bunu yaxşı öyrənin, köklərdə də lazım olacaq və hər dəfə də hansısa misallarda tətbiq olunur. O da müxtəsər vurma düsturudur. Məsələn, kökdə M üstəgəl kökdə N-ın mürtəzə kvadratı. Yaxud gedin, kökdə 5 çıxılsın, kökdə 2-ni kvadrata yüksəldin. Görəcəksiniz ki, kökün altındakı 7 çıxılsın 2 kökdə 10-u verir. O belə. Bu da lazımdır. Sonra başqası varsa deyin. 10. Həmin testi 10. Hə, bunu silək buradan. Deməli, 10-cu sualda modulda 6x çıx 3 verib. Bərabərdir
faktorialdan verir. 5m üstəgəl 4 mörtəzə faktorial. Tamam. Gəlin birazca düşünək. Deməli, modul 0-dan böyük bir ədəddir. 5m üstəgəl 4-də təbii ki, 0 faktorial ola bilər. Buradan bizdən x-in həqiqi ədədlərin cəmini, amma cavablar 10m da var, 10m üstəgəl 3 də var. Yəni, belə bir şeylər var. İndi mən burada belə bir yol göstərəcəm. Ağlınıza batırsa, elə bu yoldan gedərik. Bu, əslində belə, məsələn, modulda 6x çıx üçün, modulda 6x qoy bir dəqiqə qələmi seçim. Modulda 6x çıx üçün bir k ədədi deyil, fikirləşdir. Tutaq ki, bu bir ədəd qoyaq da, k ədədi kimi bir ədəd qoyaq buna. Qoyduq. Buranı sildik. Məsələn, onda biz bunu iki cür açırıq. Bayaqları kimsə dedi, 6x çıx 3-ü həm k kimi götürə bilərik, həm 6x çıx 3-ü mənfi k kimi götürə bilərik. 5m üstəgəl 4 faktorial da, 5m üstəgəl 4 faktorial da nəyə bərabər olacaq? Təbii ki, əgər 6x çıx 3-ə k demişiksə, bu da k-ya bərabər bir ədəd olacaq. K da burada birdən böyük sabit kimi götürürəm. Yəni, faktoriala görə. Çünki 5m üstəgəl 4 faktorial 0 faktorial 1-i verdiyinə görə mən k-nın artıq 1-dən böyük bərabərdir 1 olacağını və sabit bir ədəd olacağını bilirəm. Buna razıyıq da. Çünki 5m üstəgəl 4 faktorial bizə verəcək ya 1, ya 2, ya 1 vur 2 vur 3 və s. Belə şeylər verəcək. İndi biz burada x-i buradan tapsaq, x1 desək buna, olacaq k üstəgəl 3 bölü 6. Buradan birinci kökü tapdım. Buradan ikinci kökü tapmaq istəsəm, ikinci kök, nə gün də yazdım. Mənfi k üstəgəl 3 yazıb böləcəm 6-ya. Yəni, ikinci kökdə budur fikirləşəcəm. Əgər mən bunların köklərini cəmləsəm, yəni birbaşa cəmləsək, uşaqlar, baxın, birbaşa cəmləyirik. Birbaşa cəmləyəndə 3-lər qalacaq 6, məxrəclə 6 olacaq, eləyəcək 1. Yəni, köklərin cəmi nəyi verəcək? 1 verəcək. Bu cavablarda varmı belə bir şey? Köklərin cəmi 1. Yəni ki, bizdən soruşduğu şey nə idi? Bizdən soruşurdu ki, bərabərlik ödəyən həqiqi ədədlərin cəmi. Müəllim, 5-də A-yımız -6, B-yimizi -5, C-yi də 4 götürürük, alınır. Yəni, doğru olaraq. Sonra yerinə qoyuram, ən kiçik qiyməti necə tapırıq, onu bilmirəm. Demək, A kiçikdir, B kiçikdir, C verib. Bir də A vur C kiçikdir, A vur C kiçikdir, 0 verib. Bəli. Hələ bunu da verib. Modulda C kiçikdir, modulda B. O da kiçikdir, modulda A. Modulda x çıx A. Məsələn, MİQ-ə giriş kitabından da verə bilərsiniz. Yəni, kim hardan nə işləyirsə, oradan verə bilər. Yəni, gözləməyin ki, növbə çatacaq. Yəni, bunu yox. Onu gözləməyin, soruşun. Mən MİQ-ə girişdən yazmışdım, müəllim. Qrupda soruşdum sualları. Orada suallar asan olur. Burada çətindir suallar. Tamam. Deməli, ifadənin ən kiçik qiymətini soruşur. 3 dənə ifadədir burada. Əslində, mən bunu keçən dərs demişdim sizə. 3 dənə olanda ortada, ümumiyyətlə tək sayda olanda ortada, ən kiçik qiymət olanda demişdim. Median. Bəli. Biz indi baxaq görək ki, bu ortada gələn nədir? Və yaxud da bunu 10-la eləyə bilərikmi? Çünki konkret ədədlər yoxdur. Və ona görə də biz sadəcə araşdıraq. Məsələn, birinci A vur C kiçikdir 0 deyirsə, demək bunun biri müsbət, biri mənfidir. Bu birinci. C-miz müsbətdir. Çünki o taxta yerləşir. Buna görə, bu tərəfdəkinə görə bilirik ki, bu müsbət, bu mənfi olacaq. Demək, bu mənfidir, bu müsbətdir. Tamam. İndi baxaq modullarda yazılanlara. Modulda C kiçikdir, modulda B kiçikdir A. Bunu tuta bilərik. Ona görə C-yə mənim 4 götürək. A-ya -6, B-yə də -5. Elə də tam düz gəlir. A-ya neçə götürürsünüz? -6. Baxaq. A -6, B-yə neçə götürürsünüz? -5. Olsun. C-yə neçə götürürsünüz? D-də 4. Müsbət. 4. Bəli, əgər bu modullu ifadədə yerinə qoysaq düz gəlirsə, yəni 6 alınır. Doğrudan da mütləq qiyməti 4 alınır. 4 kiçikdir 5-dən, o da kiçikdir 6-dan. Yəni düz gəlir, hamısı işarələr düz. Yəni bu əslində yaxşı bir şeydir belə yazmaq. İndi biz burada x çıxılsın. Bax, tutaq ki, yazaq x üstəgəl 6. Üstəgəl x çıxılsın, o da üstəgəl 5. Buradan da x üstəgəl 4. Bu ifadədə kiçik, məsələn, mənfi
Elə burada yazılıbdır da hazırda ən kiçiyi -6-dır. Sonra nə gəlir? -5-dir. Sonra nə gəlir? 4-dür. Bəlkə biz burada indi nə fikirləşəcəyik? Məsəl üçün nə götürə bilirik? Yəni ən kiçik qiymət olaraq. Qiymət olaraq -5-i götürüb yerinə qoymalıyıq da. İfadədə Ümumiyyətlə. yerinə yazmalıyıq. İfadədə yerinə yazmalıyıq. Çünki biz x-in qiymətini tapmışıq da. Yəni bunların kritik nöqtələrini, sıfırlarını götürəcəyik. -5-i yerinə qoyanda 1 alınır. 1 alınır. 2 Burada olur cavab. 0 olur. Burada 4 olur. 5 olur. Bir dəqiqə. 1 olur. 1 olur. 1 olur. Buradan cavabı 2 alırıq. 2 alırıq. Əgər biz bu formada eləmişiksə, bizə ücə variantlar lazım. -1 olur. Necə? Modulun içində. -5 qoyanda x. Hə, Moduldan çıxırıq. Moduldan. Bəli. -A çıxılsın C. Bu halda biz qiymətləri yerinə yazsaq, bura 6 Hə, olacaq. yerinə qoyacaq 2 olanı götürəcək. Təbii ki də onu fikirləşəcəyik ki, 2 olanı götürək. Məsəl üçün B variantında B çıx C-dir. Yəni -5-dən 4-ü çıxanda alınmır. Yəni C variantında baxsaq A Bəli, bəli. B-dir, alınmır. Bura qədər yazdım müəllim, variantları yerə qoyun, yerinə Ay, qoymağı demək anlamadım. bu da indən sonra yalnızca qalsın ki, əgər tutaq ki, biz bunu yazmışıqsa, yəni bu variantları qoya bilərik. İndi məsələn variantsız necə eləmək olar? O düşüncəni də düşünmək olar. Məsəl üçün evdə fikirləşə bilərsiniz ki, nə üçün Hə. bunu götürmək yəni düz gəlir. Amma belə deyək, misal özü biraz ağırdır. Yəni elə bu yolla da misalı çözə bilərsiniz. Deməli, modulda x üstəgəl 7 üstəgəl modulda x çıx 8 bərabərdir m. Tənlil deyir ki, m-in hansı qiymətində? Hansı qiymətində? 16 dənə tam həlli var. 16 dənə tam həlli var. Tamam. 16 dənə tam həlli var. Əslində, məsəl üçün biz düşünürük ki, m bunun nəyidir görən? Məsələn, bir qrafik formada düzəldib baxmaq olarmı? Bir bu. Məsəl üçün, sizcə bunun qrafik formada da baxmaq olarmı? Qrafik şəklində ki, görək bunun qrafiki necə gedir sizcə? Bəli, yəni 0 verəndə, 1 verəndə, 2 verəndə elə. Aha. Heç buna baxmısınız elə? O formada düşünmüsünüz ki, Xeyr, məsələn, mən düşünməmişəm amma baxsam. Demək, bunun qrafik forması da ola bilər olsun. Amma indi qrafik forması olmadan necə edə bilərik? Gəlin bunun minimum qiymətini tapaq. Yəni minimum qiymətini tapa bilərik. Müəllim, elə verəndə, məsələn 0, 1, 2 verəndə eyni qiymətlər alır. 15, 15, 15. Aha. Məncə elə də Elə bitti. Evet. Necə olacaq bu? yəni nə qiymət versək biz? Deməli, belə çıxır ki, məsəl üçün, tutaq ki, biz m-nın minimum qiymətini tapmaq istəyirik. Məsələn, minimum qiymət üçün, məsələn, burada biz kökləri götürsək, 8 buradan, -7 də buradan çıxsa, yəni bu hansı qaydadır? Tutaq ki, x çıx A modul, üstəgəl x çıx B modul. Əgər x A ilə B-nin arasında yerləşirsə, fikir verin, x nədən nəyin arasında yerləşir? A ilə B-nin arasında yerləşirsə, biz burada minimum qiyməti belə tapa bilərikmi? Məsələn, burada alırıq 15 və minimum qiymət 15 isə m 15-dən böyük bərabərdir düşünürük. Sizcə bu necə doğrudur, yanlışdır? Fikirləşin, maraqlı bir şeydir. Yəni, sizcə bu doğrudur. Bizdən nə soruşurdu? Müəllim, bizə deyir tam həlli, 16 tam həlli var. Bizdə də 15-dən 15 götürməliyik ki, məncə. Mən də onu yazmışam əslində. Cavab 15 kimi fikirləşirəm. Məsəl üçün, mən belə fikirləşə bilərəm də. Deməli, biz burada kökləri tapırıq. -7, 8, -7, 8 və bizim ən kiçik qiymətimiz əslində nə idi? -7, 8 intervalında yerləşməlidir. Belə düşünürəm. -7, 8 intervalında əldə olunmalıdır. Və burada da minimum qiyməti mən cavab olaraq 15 tapıram. 15 tapıram. Yəni, məsələn, -7 ilə 8-in arasında nə istəyirsiniz qoyun. Məsəl üçün, 1 qoyun, 2 qoyun, eyni cavaba gəlib çıxırsınız. Əslində, bunun qrafikini biləndə tam rahat olursan. Sizə mən demişdim, cüt sayda olanda, elə ki, o sabit gedir.
Həmin hissə nə gedir? Sabit gedir. Məsələn, mən bunun qrafikini bir dənə baxsaq, çox maraqlı olacaq, amma zoom qoymayacaq. Yəni, həqiqətən qoymayacaq, atacaq. Deməli, mən məsələn bunun qrafikinə baxsam, -7 ilə -8-in arasında bütün hər yerdə stabil getdiyini görəcəm. Məsələn, -7 tutaq ki, buradır, -8 tutaq ki, buradır. Yəni, bunun qrafikində bu hissə belə gedəcək. Bu formada gedəcək. Məsələn, bir dənə yoxlayın. Məsələn, 0 qoyun. 0 qoyanda 15 alın. Bura 15 olsun. 15 olsun. Demək, 0 qoydum, 15 aldım. 8 qoydum, 15 aldım. -7 qoydum, 15 aldım. Qalan. Yəni, qrafikini biləndə bir də mən sizə median demişdim. O forma x üstə 2x olsun, nə bilim, üstəgəl modulda x çıx b olsun. Yəni, burada cüt sayda olanda, yəni o ki, median deyirəm, bu ortadakı 2 hədd, orada olmalıydı nədən? Yəni, -7 daxil olmaqdan, yadınıza gəlirsə, 8 arasında, yəni x-in qiymətləri olmalıydı nə? -7-dən böyük bərabər, 8-dən kiçik bərabər olmalıdır. Bu arada neçə dənə ədəd var? Məsəl üçün, soruşsaq, neçə dənə ədəd var? 16. 16 da. Bizdə nə deyirdi? Neçə tam həlli var deyirdi? 16 tam həlli var. 16 O zaman tam həlli odur. 15 götürürük. Əslində 16 tam Çünki mən həlli odur. 8-dən sonra məsələn 9 qoysaq, o zaman 17 cavab alarıq. O da 16-nı keçər. Bəli. Əgər biz m-ya 15-dən kiçik qoysaq, tam həllərin sayı 0-a bərabər olur. Bayaqki sualı bir formada bir də yavaşca izah edək. Məsələn, belə gəldik, belə getdik, belə getdik. Bura 15 idi. 15 idi. Məsəl üçün, biz buranı -7 tapmışdıq. Buranı da 8 götürmüşdük. Məsələn, burada təbii ki, bu hissədə nə verirsə verin, yəni nə alınır cavabımız? 15 alınır. Cavabımız 15 alınır. Tamam. Deməli, bizim cavabımız 15 alınırsa, biz m-nı 15 tapdıq. Amma burada nə üçün belə olduğunu, sualının cavabını deyim. Burada m idi axı, 15-in yerində m dayanmışdı. M bizə demişdi ki, 16 dənə tam həlli var. Bu ipucu idi. 16 tam həlli var. Doğrudan da -7-dən -8-ə qədər 16 dənə tam ədəd var. Desəz ki, yaxşı, bəs m tutaq ki, bayaq dedim, 10 olsa, bura gəlib düşməlidir də cavab. Bu funksiyanın deyək, sol tərəfdəki ifadənin cavabı bura gəlib düşməlidir. 10 olan yerə düşməlidir. Burada məsələn, heç kəsişmə varmı? Kəsişmə yoxdur. Kəsişmə yoxdursa, nə deyəcəyik? Kəsişmə yoxdursa, bunun həlli yoxdur. Yəni 10 olsa orada həll ala bilməzsən. Məsələn, x üstəgəl 7 üstəgəl x. Baxın, bəzən elə bir suallar olur ki, çox maraqlı bir suallar olur da. Məsəl üçün, mənə versəydi ki, modulda x üstəgəl 7, üstəgəl modulda x çıx 8 bərabərdir 10 tənliyini çöz. Məsələn. Yəni, mən deyəcəkdim ki, bunun həlli yoxdur. Amma məsəl üçün, biz onu neyinirik? Bir dəfə olduğu kimi açırıq, bir dəfə birincini olduğu kimi açırıq, ikincini əksik açırıq, nə bilim, sonra belə. Əslində, qrafik formanı düzgün qura bilən adam məsələni çözəcək. Baxın, belə təsəvvür edin. 8-dən böyük x-in yerinə 9 yaza bilərəm. Burada 2 dənə kök çıxacaq. Biri burada, biri də burada. Yəni, bu hissədə çıxacaq. Ya 15-dən də cavab böyük olacaq. Gəlin, baxın. X-in yerinə 9 qoyaq. 16 olur. 9-dan 8 çıx 1 olur. Gördünüz, 17 oldu. 15-dən yuxarıda alır. Amma burada 2 dənə x ödəyir. Yəni, məsəl üçün, sabah 15 yox. Məsələn, 17 yazsaydı, mən təbii ki, belə deyək, həll edib 2 dənə kökü tapa bilərəm, amma eyni zamanda qrafik formada bunun 2 kökü çıxacağını bilir. Deməli, 15-dən böyük olsa, yəni qrafik formanı bilsəz, alınacaq. 15-dən böyük olsa, nə olur? 2 dənə kök çıxır. M 15-dən kiçik olsa, yəni cavab orada 15-dən kiçik olsa, həlli çıxmır. 15 olarsa isə 16 da tam həlli çıxır. Və bu ən kiçik qiyməti də elə 15-dir. Baxın, demək bir güllə ilə 3 dovşan burada
biz görə bilirik misalda, əgər bizə dediklərim verilsə. Aydındır bu. Tam cəbri ifadələrdə bir hədli, çox hədli bunları oxuyacaqsınız. Bir həddinin dərəcəsi, bir həddinin standart şəkli, bir hədli dəyişənlər üstü natural ədədlər olmalıdır. Dəyişənə bölmə olmamalıdır. Dəyişən üstü natural ədəd və yaxud da üstü 0 olmalıdır. X üstü 0 o 1-i verir, yoxa çıxır. Yəni bunları bilməlisiniz. Hasildən ibarət olduğunu bilməlisiniz. Yəni bunlarda məncə problem yoxdur. Kök adda 2 zət qabağında olsa da problem yoxdur. Bir həddi deyəcəyik. Bu belə. Əsas odur ki, hasil olsun. Oldu mu? Çox həddi də bir hədlərin cəbri cəmi olduğuna görə onu da standart şəkil olacaq. Çünki çox həddini təşkil edən hər bir hədd standart olmalıdır və oxşar hədd olmamalıdır. Oxşar hədlərdə bilirsiniz. Məsələn, 2x kvadratla 3x kvadrat oxşardır. Əgər çox həddinin içində bunlar varsa, topladısa toplayacaq, çıxdısa çıxacaq. Çox həddinin dərəcəsi ilə bağlı bir diqqət edəcəyim mən. Bir də müxtəsər olmaq üsullarını burada öyrənəcəksiniz, qüvvət üsullarını öyrənəcəksiniz. Təbii ki, həqiqi ədədlərdə qüvvət üsullarını bilməlisiniz, amma yenə burada bir dəfə də var. Məsəl üçün, bizə deyəndə ki, hər hansı bir, məsələn 17, x üstü 5 çıxılsın, məsəl üçün 2x olsun, üstə gəl 1 olsun, mörtəzən üstü, məsəl üçün 19 olsun, vurulsun, burada da verilsin, məsəl üçün 7x olsun, çıxılsın 2 olsun, mörtəzən üstü 4 olsun. Əgər bizə desək ki, sərbəst həddi ilə, bu indi sadəsidir, mən də biraz mürəkkəbləşdirəcəm, sərbəst həddi ilə dərəcəsini, tutaq ki, cəmini soruşa bilər, hasilini soruşa bilər, indi hal-hazırda cəmini soruşa, dərəcəsinin cəmini tap deyir. Tamam, kim bilirsə desin, mən bunu özüm deməmiş olum, hansı bizim müəllimimiz bilirsə desin. Məsələn, dərəcə... Mənim orada x üstü 5 üstü 19'u tapacaq. Bəli. Mən fikrimcə. Sonra 7x üstü 4'ü. x Onlar üstü 4 ortada yazar. vurma var. 7 bizim rol... Bəli, 7 bizə lazım deyil, əmsal olaraq lazım deyil. Burada da demək, ancaq üstlərini toplamaq 5'i 19'a vurub üstünə 4 Bəli, vurub 5'i 19'a vurub 4'ə top. Bu olacaq bizim qüvvətimiz. Onda 99 yaza bilərik. Qüvvətimiz 99. Sərbəst hədd? Sərbəst həddən mənfi 2 olacaq. Necə? Yox, 1 üstü 19'a mənfi 2. 1 üstü 19'dur, bəli. Sərbəst hədd 1 üstü 19, amma davam edir axı, vurma var. Hə, yox, mənfi Mənfi 2 üstü 1 üstü 4. 19 vurulsun mənfi 2 üstü 4. Yəni o da olacaq mənfi 2 üstü 4, 16. Tamam. Bundan sonra 16'dan 99'u toplayacaqsınız. Sonucu alacaqsınız. 115. Tamam. Bunu bilirik. İndi əla. Bu xoşuma gəldi. Bu lazımdır da. Minimum bir iş olmalıdır ki, maksimum biliyə çataq. Məsələn, tutaq ki, bizə hər hansı bir x verilsin. Bu 2 çıxılsın, kökdə 2 olsun. Məsələn, bizdən soruşur. İndi biraz mürəkkəbləşdirirəm. X üstə gəl kökdə 2. Yəni, çox həddlər üzərində əməlləri, bir hədlər üzərində əməlləri. Zaten bunu özünüz oxuyacaqsınız. Bilmədiyiniz şeyləri soruşarsınız. Amma yenə deyirəm, əgər kimsə desə ki, yox müəllim, biraz xırdalığına varaq, yəni sadədən başlayaq, onda sadədən başlaya bilərik. Bəzi mövzularda ola bilər ki, biz sadədən başlayaq. Məsələn, trigonometriya ola bilər ki, elə ki, hardan nə gəlir, hardan nə gedəcək, mən onları deyəcəm. Hansı düsturdan nə düstur çıxarılacaq və s. onları deyəcəm ki, sizə rahat olsun. Məsələn, bunu soruşursa, fikir var, kim tapa bilər? Mənim orada x bərabərdir 2 minus kökətdə 2-dən. Elə bil ki, keçirsə o tərəfə x plus kökətdə 2 2-yə bərabər olacaq. Bəli, həm gətirib x-in qiymətini burada sonra yerinə yazaq. kvadrata yüksəlsək, sonra o x minus 2-ni, elə bil x-ni keçsək x tərəfə kvadrata yüksəlsək, orada x kvadratı minus 4x plus 4-ün də qiymətini alacaq. Bəli, orta səviyyəli bir sual verdim. Deməli, birinci buludda biz 2 çıx kökdə 2, üstə gəl 2 kökdə 2 yaza bilərik. Bu hazır. Bu heç. Düzdür, sol tərəfə də ata bilərsiniz, yəni o formada düşünə bilərsiniz. Bunu da yəni ümumilikdə 2 yaza bilərik. Bəli. X Hadi siz yazdınız, yenə cavabı 2 eləyik. Bəli. X çıx 2 mötəzənin kvadratını da artıq biz çalışacağıq ki, bizə veriləndən tapaq. Bunun üçün də sadəcə olaraq 2-ni sol atacağıq. Bu fərqi yoxdur. Sol atdan sağ atdan eyni şeyi verəcək də. Mənfi kökdə 2 kvadratı müsbəti verəcək. Yəni x çıx 2-dən 2 çıx x-in mötəzə kvadratı üstü cüt olanlar eyni şeydir.
Ona görə də burada problemimiz yoxdur. Mənfi kökdə 2 oldu. Gətirdik, qoyduq yerinə. Demək, nə gördük? 2 vurulsun mənfi kökdə 2-nin kvadratı gördük. Və buradan da sonucu 4 olaraq tapa bildik. Bu da yəni çox da çətin olmayan, amma müxtəsər vurma düsturunun da işin içində olduğu misal idi. İndi biraz mürəkkəbləşdirirəm. X çıxılsın, məsələn 4 bölünsün kökdə x verdim. Bərabərdir. Burada 17 yazdım. 17 yazdım. Əslində başqa şey də yaza bilərəm. 17 olsun. Deməli, bizdən soruşur x üstəgəl 1 bölü x üstəgəl x kvadratı üstəgəl 1 bölü x kvadratı. İşi biraz qəlizləşdirdik. Siz görmüsünüz, x üstəgəl 1 bölü x-i versəydi 5. Siz bunu soruşsaydı, siz bunu rahatca deyə tapardınız. Düzdür? Müəllim, x çıxılsın 4 bölünsün kök altında x ifadəsini kvadrata yüksəltsək. Aha. Dəftəriniz varsa böyrüdə bir dənə onu kvadrata yüksəldin, görün, nə görə bilirsiniz? Yəni, asan bir şey alınırmı, yoxsa mürəkkəb bir şey alınır? Sualımıza uyğun bir şey alırıq mı? Çünki kökdə x-i düz deyir də, x çıxılsın 4 bölü kökdə x-i kvadrata yüksəldirik. Oradan x kvadrat üstə yazın 1 bölü x kvadratı alırıq. Ha, yox, buranı sileyim, Allah saxlasın. Balaları. Burada baxın, əgər biz bunu kvadrata yüksəltsək, məsəl üçün mən xoşlayıram bəzən səhv yolla gedim, sonra həqiqəti tapaq. Ziddiyyətdən həqiqət doğar. Biz ona baxaq. Məsələn, buradan x kvadratı tapdım. 2 vurulsun 4, 8 yazaq. X, burada da kökdə x, düzdürmü? Belə bir şey. Üstəgəl 16 bölünsün x aldıq. Fikir verin, 289 nəsə qəriz bir şey aldıq da. O bayaqları elədiyim yolda sonra qərar verdik ki, elə sizin yolunuz daha rahatdır da. 3 dənə bundan, 2 dənə bundan, 5 dənə ondan, sonra da çıxıb gedib tapacağıq cavabı. Gəlin onda biz bu formada eləməyək. Bu formada eləməyək. Çünki burada biz x, kökdə x, başımız qarışır. Belə. Ən yaxşısı buradan belə bir metoddan istifadə edək. Fikir verin, 4-ün kvadratı 16-dır. 4-ün kvadratı 16-dır. Əslində biraz qəliz misal verdim. 4-ün kvadratı 16-dır nə deməkdir? Yəni, əgər mən 17-ni 16 üstəgəl 1 kimi yazsam, sonra buradan tutaq ki, ya 16-nı sol atacam. 16-nı sol atmaq mənə sərf edirmi? Hələ bilmirəm. Bəlkə 1-i atacam sola, yenə baxacağıq. 4 bölü kökdə x üstəgəl 1 yazsam, sonra 16-nı x minus 16 müxtəsər vurma düsturu ilə geçsəm, yəni kökdə x çıxılsın 4 vurulsun kökdə x üstəgəl 4. Deməli, müxtəsər vurma düsturunu təkcə kvadratı olanlara tətbiq eləmirik. Zaten misalın özündə x sıfırdan böyük olardı, yoxsa məxrəc və kökün altı mənfi olardı. Məxrəc sıfır olardı, kökün altı mənfi olardı. Ona görə bunu bilməliyik. Tamam, bərabərdir sağdakı ədəd. Sağdakı ədədi ortaq məxrəclə tapsaq, burada 4 üstəgəl kökdə x olacaq. 4 üstəgəl kökdə x-ləri hər tərəfdən açsaq, görək nə qaldı? Kökdə x çıx 4 bərabərdir 1 bölü kökdə x. Fikir verin, bunu sol atdıq. Yəni biz məqsədimizə çatdıq. Yəni bizdə elə ki x üstəgəl 1 bölü x bayaq almamışdıq. Elə ki eyni şey üstəgəl həmin şeyin tərsi bizim məqsədimiz aydındır. İndi burada bunu alandan sonra kvadrata yüksəltsəz. Yəni bunu da eləyək. Mənim orada minus olur, plus olur. Minus olur. Təbii ki minus olur. Minus olur. Minus. Bəli. Sizcə, siz elə deməməlisiniz. Deməlisiniz, mənim orada minus olur. Yəni, narahat olmuyor. Mən orada incimirəm elə şeydən. Orada minus olmalıdır. Tamam, yazacağım. Narahat. Tamam. İndi o alicənablığınıza irəli gəlir. Orada, yəni, bilirsiniz ki, minus olur amma. Tamam. Təşəkkür edirəm. Bunu kvadrata yüksəlsək. Bəli. Kvadrata yüksələk. Bunu kvadrata yüksəlsək biz misal. Onda alacaq 2 X plus 1 bölü x 18. Bəli, kvadrata yüksəlsək, bunu solda. 2 isə 18. Bəli. Solda bunu kvadrata yüksəlsək. Sonra bunu yenə kvadrata yüksəldəcəyik. Bəs 18-i aparıb burada 200 plus 1 bölü x-in yerinə gələcək. Bəli. İkinci hissəni almaq üçün bunu bir də kvadrata yüksəldəcəyik. Mütləq. Bəli. Baxın, əslində bu daha belə deyək, üst səviyyədir. Məncə əla misaldır. Amma biz 17-ni parçalamasaydıq, 16 üstəyə 1 yazmasaydıq,
buna nail olmayacaqdıq. Deməli 4 4-ün kvadratı orada iştirak edir. Bir də bizi xilas elədi. Yəni kökdə x böl kökdə x olduğuna görə xilas elədi. Yəni bunu düşünmək, məsələn, sualın gözəlliyi var burada. Məsələn, biz orada onu tuta bilsək, təbii ki, bizim yolumuzu necə də qısaltmış olacaq. Əslində bu misallar sizin üçün çox vacibdir. O birisilərdə təbii ki, sadələr mütləq lazımdır və bunu bir yerə yazıb saxlamaq olar. Sadələri bilməsək Bəli, buralara Asiya gəlib müəllim, çıxa bilmirik. mən inanıram ki, Asiya müəllim tam düz tapıbdır. Aferin, 340. Bəli, təbii ki, sadələri bilməsək buna gəlib çıxa bilməyəcək. Bu misal yaxşı misaldır belə. Məsələn, bir dənəsini də istəyirsiniz, bir dənəsini də deyim. Məsələn, tutaq ki, vurğularla bağlıdır. İndi çox əldən təkcə məsələn, bu rasional kəsrlər bölməsinə uyğun olsa da bu misallar, biz elə hamısını bir yerdə istəyirəm ki, bu cəbri ifadələr mövzusu, həm tam rasional ifadələr, həm kəsr rasional ifadələr biz işləyək. İndi ola bilər ki, 2 dərs misallar çoxdursa, 2 dərs üstündə qalarıq. Bəzi şeyləri təbii ki, mən yenə deyəcəm, misallar üzərində baxarıq, sair. Bu heç. Məsəl üçün, bizə deyəndə ki, tutaq ki, x kvadratı, bir dənə misala baxaq, x kvadrat çıx, x üstə gəl 1 sıfıra bərabərdir. Təbii ki, bu 1-i sağda da verə bilər. X kvadrat çıx, x bərabərdir, -1 də verə bilər. İndi siz fikirləşəcəksiniz ki, yəqin ki, x-a bölmək lazım olacaq. Baxaq. Məsələn, deyirəm ki, x kubu hansı, məsəl üçün, aşağıdakılardan hansına bərabərdir deyək. Məsələn, variantlar qoyum. Məsələn, 1 qoydum, 0 qoydum, -1 qoydum, beləçə ədədlər qoydum. Hətta x zad da qoya bilərik. Tutaq ki, -x qoyduq. Y variantında da tutaq ki, -x üstə gəl, məsələn, 2 yazdım. Məsəl üçün, buna fikriniz Mənim var. variantları orada Hər x-də tərəfi yeri mənim, x qoyarıq. Hansında 0 alınsa, onda x kubunda da qoyarıq ora. Məsələn, hansı cavabı fikirləşirsiniz? X kub minus 1-in düsturunu yaratmaq olmaz. Hər Aferin. tərəfi x minus 1-ə vurmaqla. Bəli. X minus 1-ə yoxsa x plus 1-ə vuraq? X plus 1-ə vuraq. Daha doğrusu x plus 1-ə. Onda x -1 olmamalıdır da. Yoxsa ola da bilər. Yəni vurduğumuz -1 şey olsa -1 olmamalıdır. xeyr, o cəmlər bölmə sıfır zamanı. olar. Bölmə zamanıdır. Deməli, biz x üstəyə 1-ə vururuq, tutaq. İndi baxaq. Məsəl üçün, gedişatda baxarıq, qərar verərik ki, -1 olacaq, olmayacaq. Təbii ki, bu tənlikdə tənliyin kökünü sıfıra çevirə bilməyəcək. Yəni, -1-i bura qoysa, 1, üstə gəl 1, üstə gəl 1, tənliyin kökünü sıfıra elə bilmir. -1 bu tənliyin kökü deyil. Amma yalnızca kompleks ədədlər bilirsiniz də. Yəni, kompleks ədədlər qaydasında artıq bu tənliyin, məsələn, x kubunun cavabı -1-i verə bilər. X kubunun cavabı unutmayın. X kubunun cavabı -1-i verə bilər. X burada həqiqi ədəd olmasa da, bu tənliyi ödəməsə də, bu tənliyin zaten diskriminantı mənfidir. Köklər kompleks ədədlər çıxacaq. I ilə olan köklər olacaq. Həmin i ilə bağlı kökləri də bura qoyanda cavab -1-i verə bilər. Bunu unutmayın. Yəni, düzdür, abituriyentlər zat bunu əksəriyyəti bilmir. İndi müəllimlərin də bəziləri bilməyə bilər, amma siz bilirsiniz ki, kompleks köklər var. Kompleks kökləri kubu, amma gəlib -1-i verə bilər. Məsəl üçün, biz tutaq ki, məsələn deyirəm, i üstə gəl 1-in mörtəzə kvadratını, x əgər i üstə gəl 1-dirsə, hesablayanda, məsələn, i kvadratı, əgər yadınızdadırsa belə bir şey, üstə gəl 2, üstə gəl 1, i kvadratı -1 olduğuna görə bunlar gedir, 2i-ni verə bilir. Yəni, ola bilər ki, elə bir ədədimiz olsun, hətta yerinə qoyub baxa bilərik. Amma yəni, x kubu bərabərdir -1 tənliyinin kökləri var da. Yəni, məsəl üçün, o təkcə bir dənə -1 deyil. Yəni, 3-dürsə, 3 dənə orada kök çıxmalıdır. 3 dənə kök çıxmalıdır. Yəni, bir dəqiqə bunu pozaq. Bu soran işidir. Kompleks ədədlərdən bağlı danışanda bunlara baxarıq. Deməli, biz bu onda x üstə gəl 1-i vuraq. Amma götürək ki, bərabər deyil 0 götürək. Məsəl üçün, bərabər deyil 0. Tamam. Bunu vuraq. Dediyiniz kimi eləyək. X kvadrat çıx, x üstə gəl 1. Məqsədimiz bunu düsturu yaratmaqdır da, müxtəsər düsturu. X kubu çıxılsın, yoxsa üstə gəlsin 1 kubu? Təbii ki, üstə gəlsin 1 kubu.
Yəni belə bir şey aldıq. Nə görürük? X kubu bərabərdir -1. Bu doğrudur. Amma x üstəgəl 1 sıfırdan fərqli. Yəni x -1 deyil. Çünki x -1 olsa misalda yerinə qoyanda alınmır. Amma kub -1 ola bilər. Bu maraqlı bir şeydir. Yəni bunu ona görə dedim ki, indidən yavaş-yavaş belə şeyləri də öyrənmiş olaq. Deməli x kubu -1-dir. Hətta araşdıra bilərsiniz ki, görüm x kubu bərabərdir -1 tənliyini o 3 kökü hansılardır? Biri -1-dir. Buna razıyam. Digər ikisi isə bizim bildiyimiz, bəli, i kimi götürsək yox. Yox, təbii ki, bizə x-i soruşmur, amma köklər i ilə bağlıdır da. Məsələn, gedin bunu diskriminant kimi həll eləyin. Baba, məsləhəti. Diskriminant kimi köklərini tapın. Sonra aparın qoyun x kubunun yerinə. Hesablayın -1 alacaqsınız. Bunun diskriminant kimi x1, x2-ni tapın. Bu görüm kim idi o? Jalə müəllimə. Tamam. Əslində maraqlı bir nüansa toxunur. Mənə ləzzət eləyir bir şey. Məsələn, biz burada misalda x kubu soruşur deyə -1 göstərir. Bəli, Ayşə müəllimə, biz zaten -1-i götürürük. Çünki biz x kubu soruşuyor. X-i sormuyor. Sadəcə mən sizin üçün deyirəm ki, məsələn, tutaq ki, öz-özünüzə qərar verirsiniz ki, mən bir dənə bunu yoxlayım bir dənə özüm üçün, tutaq ki, diskriminantın köklərini tapdın, i ilə, apardın, qoydun x-in yerinə, kuba yüksəltdin, hesablayanda -1 almalısınız. Əgər -1 almırsınızsa, demək mənim yazdığım səhv olmalıdır da belə çıxır ki. Amma bu doğrudur ha. Yəni yanlış deyil. Yəni o yanlış onda özüm deyirəm. Deyirəm burada gördünüz. Çıxılmaza girdik və s. və ilə. Bax buna diqqət edəcək. Oldu. Yəni bunu da belə bilsəz daha yaxşıdır. Bu belə. Bir dənə də belə bir sual verim. Evdə özünüz üçün işləyərsiniz bunu. Məsələn, bayaqki suala oxşar bir sual verim. Belə görək kim işləyəcək. Deməli, məsəl üçün, oldu x çıxılsın, 2 bölünsün, kökdə x. Məsəl üçün, bərabərdir 5. Sual x üstəgəl 1 bölü x neçəyə bərabərdir? Yəni, bu da evdə özünüz üçün bayaqkına oxşar bir formada ev tapşırığı kimi evə görək bunu kim çözəcək. Çözən şəxsimi ata bilər. Mən də baxa bilərəm ki, görüm necə çözdü. Yaxşı. Bir dənə də bu suala baxaq. Yəni, bir dənə deyə gedək biraz. Yəni, əslində, belə deyək, bəzi suallar var ki, mənə ləzzət eləyən suallardır. Yəni, bu cürlə. Mən bu cür dərs maraqlı olur. Bəs nə? Mənə gəlir ki, məsəl üçün, mənim verəcəyim suallar əslində maraqlıdır. Yəni, mən çünki bir növ seçirəm də bunları. Məsələn üçün, gəlin ürəyinizdən keçən bir ədəd mənə deyin, 4 rəqəmli, 5 rəqəmli. Nə istəyirsiniz? Məsələn, bu il 2025-dir. Neçənci il yazın? 2026 xeyirli uğurlu gəlsin. Tamam. Müəllim olaq. Yazdıq 2026. Xeyirli uğurlu gəlsin. Tamam. Belə bir çoxhəlli verdik. Məsələn, sual belə olsun. Əmsalları cəminin sabit həddinə nisbəti. Fikir verin. Nə dedim? Əmsalları cəminin sabit həddinə nisbət. Belə adama çətin gəlir ki, 2-nin üstü 2026 yazacağım -2-nin üstü. Sabit həddinə nisbəti. Buna bir vərəqiniz varsa, dəftəriniz varsa, bir dəqiqəlik bir baxın görün necə edə bilərsiniz, necə çözə bilərsiniz. Müəllim, bunu burada 5 çıxılsın, əmsalları belə bir 5 çıxılsın 2 plus 1 götürsək, məsələn 4 üstü 2026 bölünsün -2 üstü 2026 kimi. Yəni Aha. doğru olar mı? Tamamilə doğrudur. Yəni çünki niyə? Əmsallar cəmi deyəndə biz nə başa düşürük? Yəni burada yazılan əmsallardır da. Yəni hərflərə 1 qoymaq lazımdır. Hərflər nə gördünüzsə 1 qoyacaqsınız. Burada əmsalları cəmini tapmağa bizə kömək edəcək. 5 çıx 2 üstə gəl 1 çıxılsın 2. Təbii ki, üstündə 2026 da var. Bu bizim əmsallar cəmimiz olsun. Bölünsün. Təbii ki, sabit hədd burada -2. Müəllim 2 deyil, 2 aşağıda olacaq.
2 sabit deyil. Tamam. Əmsallar cəmi deyəndə siz sabiti də nəzərdən alırsınız, yoxsa almırsınız? Yox, almıram mən əmsallara. Niyə? Axı əmsal sabitdir, yanında heç bir məhsul yoxdur axı. Aha, hamı belə düşünür. Əmsal olmaq üçün X üstü sıfır. Mən götürürəm Yəni, əmsal olaraq. əmsal Biz ora üstü x üstü sıfırdır da. sıfır yaza bilərik. Bir danışaq. Məsəl üçün biriniz deyən görün, fikrinizi bildirin. Yəni Məncə yox, Əmsal götürmür. almaq lazımdır. deməli mütləq nəzərə almaq lazımdır. Mütləq yadınıza saxlayın. Məsələn, tutaq ki, biz x minus 1 demişəm. Deyirəm ki, bu ifadədə əmsalları cəmi tap. Bu sərbəst əmsal adlanır. Əslində bu sərbəst əmsaldır, bu da əmsaldır. Aydındırmı? Təbii ki, bu dəyişən əmsalı 1-dir burada. Sərbəst əmsal da budur. Biz ona sərbəst hədd də deyirik. Onsuz da zaten hər biri bir həddir. Sərbəst əmsal da yəni iştirak edir. İndi biz burada, əgər biz bunu yazsaq, zaten bunu hesablayanda 3, 3-ün üstünə, burada 5-dən 4 çıxanda 1, 1-in üstünə 1, 2-nin üstü 2026 olur. Yəni bir də yazmadı. Tamam. 2 üstü 2026 yuxarına aldıq. Aşağıda da eyni vəziyyət almalıyıq əslində. Baxaq görək sabit hədd. Ona görə 2 burada görürsünüzmü? Mənfi 2-nin üstü 2026 ilə 2-nin üstü Elə 2026. cüt olduğu üçün, bəli 2026. Bəli. Yəni biraz belə deyək də, burada da nə tutaq ki, kimsə nəyisə unudubmuş. Məsəl üçün bu fikirləşirmiş ki, xeyr, əmsallar cəmi deyəndə biz sərbəst əmsalı götürmürük. Xeyr, sərbəst əmsal da işin içində olacaq. Ona görə də qayda kitabını oxuyanda o xırdalıqları da oxumaq lazımdır. Yəni baxmaq lazımdır. Çünki ola bilsin ki, biz elə xırda şeydə biz itirək. Yəni bax bu misalda əmsalları elə qoyacaqlar ki, sərbəst həddən, sabit həddən deyək. Sabit həddən burada sabit hədd demişəm. Sabit həddən deyək ki, əmsallar cəmində bir məsələn 2027 olsaydı, cavab bilsiz nə olacaqdı? 2027 olsaydı. -1. Bəli, -1 olacaq. Çox rahat şəkildə biz onu başa düşəcəkdik ki, bu -1-i verir. Bu belə. Əgər maraqlıdırsa davam edə bilərəm. Yox, yəni bəsdir, bu qədər. Biz gedək işimizin gücümüzün dalınca deyirsinizsə, yəni davam eləməyək. Necə məsələ? Deməli biz burada nə öyrəndik? Bir də onu deyim. Çoxhədin əmsalları cəmini. Zaten birazdan 10 dəqiqə şey olacaq. Zoom bizi atacaq. 10 dəqiqədən sonra sağollaşmış olarıq. Deməli, çoxhədin əmsalları cəmi. Məsələn, Px çoxhədlisi kimi götürdük. Px çoxhədlisi. Bu çoxhədli cürbəcür yazıla bilər. Məsələn, ümumi yazılış formalarından biri, məsələn, tutaq ki, kiçikdən böyüyə götürsək, a üstü 0, məsəl üçün, üstəgəl A1x, məsələn deyirəm ha. Belə, üstəgəl A2, ola bilər x-in üstü 2 olsun. Bu formada getsin. Ən axırda da tutaq ki, n-1-də x-in də üstündə n-1 olsun. Nə bilim, n ayında qutaraq x üstü n olsun. Yəni, zaten müxtəsər format açanda bu vəziyyəti görə bilirsiniz. Məsəl üçün, burada Px çoxhədlisinin əmsalları cəmi deyəndə, məsəl üçün, A0 sərbəst hədd kimi götürdük. Yəni, axırda da yaza bilərdim, əvvəldə də yazdım. Bu zaman əmsallar cəmi P1 ilə tapılacaq. Bu bir teoremdir əslində. Yəni, biri yerinə qoyacaqsınız. Burada artıq öyrəndiniz, sərbəst həddə iştirak edir işin içində. Və sərbəst həddə tapanda nə etmək lazımdır? Sərbəst həddə tapanda x-in yerinə 0 qoymaq lazımdır. X-in yerinə 0 qoyan kimi bizim burada aldığımız A0-ı ala biləcəyik. Bu çox önəmlidir. İndi, buradan belə bir sual yaranır. Məsələn, mən deyirəm ki, cüt dərəcəli hədlərin əmsallarını tapa bilərikmi? Görün nə dedim? Cüt dərəcəli. Cüt dərəcəli hədlərin cəmi dedikdə biz nə başa düşəcəyik? Cüt dərəcəli hədlərin cəmi dedikdə. Əslində P1 üstəgəl P-1 böl 2-yə bərabərdir. Bu nədir? Cüt dərəcəli hədlərin əmsalları cəmi. Bu nədir? Px çoxhədlisində cüt dərəcəli. Baxın, çoxhədlidə cüt dərəcəli. Məsələn, indi bunu nümunə üzərində yazaq ki, belə də qarışacaq, çətin olmuş olacaq. Gəlin, bunu nümunə üzərində yuxarını açaq. Məsələn, bir çoxhədli yazaq. Məsəl üçün, elə eləyək ki, orada
cüt dərəcədə olsun. Bir dəqiqə. Px çox hədisi yazırıq. Məsəl üçün çox da çətin yazmayaq. Məsələn, x üstə 4 üstə gəl 2x kubu çıxılsın. Məsələn, 5x kvadratı üstə gəl 7x çıxılsın 2 yazdım. Məsələn, mən deyir ki, tutaq ki də, indi mən burada düsturumu yoxlamaq istəyirəm sadəcə olaraq. Cüt dərəcəli hədlərin əmsalları cəmi. İndi mən bunu bilirəm axı, sabah bunların hansısa birini itirəcək. Cüt dərəcəli ikinci dərəcədir burada, dördüncü dərəcədir burada, düzdürmü? Cüt dərəcəlilər bunlardır da. Sərbəst həddin dərəcəsi sıfırdır, onu bilirsiniz. İndi bu da götürüləcək, götürülməyəcək, indi birazdan müzakirə edərik. İndi mən nə dedim? Apar x-in yerinə 1 qoy. X-in yerinə 1 qoyanda nə olacaq? 1 üstə gəl 2 çıxılsın 5, üstə gəl 7 çıxılsın 2, üstə gəl mənfi 1 qoyaq. Mənfi 1 qoyanda nə olacaq? Burada 1 alınacaq yenə. Burada fikir verin, təklər əks ədədlər olur. Təklər əks ədədlər. Cütlər olduğu kimi qalır. Fikir verirsiniz, cütlər olduğu kimi qalır. Ona görə də onlar islah olunacaq. Aferin. Deməli, burada hansı ki kub var, bunlar gedəcək. Gedəcəkmi? Bir dəqiqə. Hansı gedir? Bunlar gedir. 2 buradan gedir. Hələ bu 2 kubundan gedir. Bir də 7x-dan aldıqlarımız gedəcək. 7x-dan aldıqlarımız gedəcək. Aha, biz bunu 2-yə də bölməliyik də. Tutaq ki, qaydaya. Bir baxaq görə elə belə tapa bilirik də. Deməli, 1 burada, 1 burada, 2 buradan. Bundan geçsin. 2-dən yoxa çıxsın bunlar. Qaldı mənfi 5, mənfi 5, mənfi 12 bölü 2. Mənfi 12-ni də 2-yə böləndə mənfi 6. Gəlin elə belə yoxlayaq. Cüt dərəcəli həddin əmsalı 1-dir. O birisində mənfi 5-dir. Düzdürmü? Baxın, sərbəst həddin də dərəcəsini 0 kimi götürürük. Üstü 0 deyil ha. Sadəcə dərəcəsi 0. Ki, x üstü 0. Məsələn, 2 üstü 0 götürürük. Bəli. Bu zaman görürük ki, düz gəlmədi axı. Niyə düz gəlmədi? Mən x üstü 0 cüt getmir ki, ona görə. Bəli. Ona görə onun əmsalını götürməyək. Mənfi 6. Yox, niyə ki? Düz gəlir də, mənfi 6 mütləq götürməli. Yox, 0 da cüt ədəddir. Siz onu bilin elə bir şeydə. Yəni, natural ədədlərdə olmasa da, biz məsəl üçün 0, mənfi 2, mənfi 4, 2, 4, 6, 8... Amma əslində, məsələn, onu cüt götürürüksə, 0 da cüt götürməliyik. Bəli. Yəni, cüt götürürük. Yəni, baxın, deməli, mənim dediyim P1 üstə gəl P mənfi 1 bölü 2, mən bunu isbat edə bilərəm ki, niyə belə olur? Amma yəni, cüt dərəcəli hədlərin əmsalları bu cür tapılır. Məsəl üçün, bu, bilirsiniz hansı halda bizim işimizə yarayır? P1 üstə gəl P mənfi 1 bölü 2. P mənfi 1 odur ki, onlar itəcək, ancaq cütlər qalacaq. Yəni, mənfi 1-i ona görə qoyuruq. 2-yə də ona görə bölürük ki, yəni, məsələn, 1-i qoyanda, o ki, cütlərdə nə salınır, P mənfi 1-də də cütlərdə nə salınır? Cütlər 2 dəfə təkrar alınmış olur. Ona görə 2-yə bölünür. Məsələn, P1-də ancaq cütlərə qoyun, x üstü 4-ə, 5x kvadratına. Çünki cütlərə mənfi də qoyanda, nisbət də qoyanda şeylər təkrar alınır. Bəli, mənfi 1 də qoyanda təkrar alınır. Ona görə biz onu cəmliyib 2-yə bölmüş olduq. Mənfi 1-i niyə qoyduq bəs? Yəni, təkcə cütə görə yox ki, 2x kubu 7x itsin deyə qoyduq. Məsələn, sabahları bizə burada tutaq ki, nəyisə x üstü 4-ün əmsalına m desin, nə bilim, x kvadratın əmsalına nəsə desin və bizdən soruşsun ki, cüt dərəcəli hədlərin əmsalları cəmi tutaq ki, 12 olsun. Məsələn, m və n-ın cəminin hansı qiymətində? Məsələn, biz artıq onda bu misalı belə çözəcəyik. Baxın, buranı bir dənə götürün. Məsələn, tutaq ki, px bərabərdir. Tutaq ki, m x üstü 4 dedim. O birisi yadımdadır. 2x kubu. Məsəl üçün, bu olsun, yadımdan çıxıb n x kvadratı. Üstə gəl x olsun, çıxılsın 2 olsun. Məsələn, mənə deyir ki, m deyək ki, çıx n-in hansı qiymətində, m çıx n hansı qiymət almalıdır ki, təbii ki, m-ni çoxhəlli şəkildə verildiyinə görə m-in
Heç nə deməyə də ehtiyac yoxdur. M çıx n hansı qiymət almalıdır ki, məsələn, nə deyək? Cüt dərəcəli hədlərin əmsalları cəmi. Amma indi maraqlı bir şeydir də. Məsələn, mən bəlkə heç buna ehtiyac yoxdur, mən bunu eləməyim. Məsələn, əmsalları cəmi qoy deyim bunu. Əmsalları cəmi 60 olsun. Ha, tamam. Əgər mən 60 istəyirsə, mən bu misalımı görürəm axı. Mənə ehtiyac yoxdur ki, o düstura gedim. Düz deyil. Mən o düstura gedim. Bayaq ki, elə cütləri götürüb toplayacağım. Bəli, mənə burada ehtiyac yoxdur. Bir də mənfi üçün toplayacağım. Bəli. Əgər desəz ki, məsəl üçün, hansı misalda bunu eləmək olar, onda bəli, misalı gərək bir düşünüb, məsəl üçün, buna uyğun bir misal verək. Bu orada biz məcburuq, yəni orada artıq bu qaydanı tətbiq eləməyə. Müəllim, bəs tək qüvvətlər soruşsa eyni qaydadır. Hə, tək dərəcəli hədlərin əmsalları cəmi soruşsa, tək dərəcəli. Qoy bunu buradan yenə də bir dənə pozanla buranı şey edək. Məsələn, tutaq ki, tək dərəcəli hədlərin əmsalları cəmi soruşsa, mən ortasında çıx qoyacağam. O P1 ki yazırdım və ya P1. Hə. Bir də P-1 yazırdım. Burada toplayırdım, indi çıxacam. Yenə eyni məntiqdir. Fikirləşsəz, görəcəksiniz ki, eyni məntiqdən gedirik. Necə eyni məntiqdir? Baxın, bir qoyanda, tutaq ki, bura 3 olsun, məsəl üçün, bura 5 olsun. Məsələn, bir qoyanda, bəli, bu dəfə cüt dərəcələr gedir. Çünki mən ortasına çıx qoyuram, bilərəkdən çıx qoyuram ki, onlar geçsin, P1 çıxılsın, P-1. Hə, bu hansı halda bizim üçün yarayar? Bax, belə misalda. Məsələn, tutaq ki, bizə Px-i verir, Px çox hədlisi verilmişdir deyir. Məsələn, deyir ki, P1 bərabərdir, tutaq ki, 12, P-1 bərabərdir, tutaq ki, olsun 8, hər şey verə bilər. Məsələn, deyir ki, tutaq ki, tək dərəcəli hədlərin əmsalları cəmini tapın. Fikir verin, nə deyir? Tək dərəcəli hədlərin əmsalları cəmini tapın. Bu zaman siz artıq Px çox hədlisini görmürsünüz. Əmsalları cəmini tapın. Burada əgər bunu yaxşı bilirsinizsə, P1 qoyanda bütün hamısı orada yaranır. Yəni əmsallar cəmi 12 alınır. Mənfi 1 qoyanda belə deyək, cüt olanlar itməyə başlayır. Yəni itməyə başlamır, mənfi olur. Bizə bunu çıxanda cütlər avtomatik